Baxın, bu suala belə bir cavab verir. Biz Rəbbimizə dua edərkən deyirik ki, Allahım, elmimi artır, məni istiqamətə yönəlt, mənə hidayət ver. Baxın, kəlmələrdə bir əmir forması siğəsindən istifadə olunur. Ver, hidayət et, yoldan çıxarma, mənə... Bax, görürsünüz, insan öz Rəbbi ilə sanki haşa, bir əmir cümləsi ilə danışmasında bu bir yalvarış formasıdır. Ona görə nəzirdəki bu bir şərt qoymaq deyil, Yaradanın qarşısına əslində qulluq vəzifəsini insan qoyur. Allahım, mən o qədər möhtacam ki, o qədər ehtiyaclıyam ki, o ehtiyaca Rəbbimiz bir ehtiyacdır, samətdir. Allahın o ibadətə ehtiyacı yoxdur ki. Bizim ona ehtiyacımız var deyə biz Rəbbimizin qapısına gəlirik. Biz boynu bükük gəlib deyirik ki, Allahım, mənim bir ehtiyacım var, mənim bir dərdim var, mənim bir kədərim var, mənim bir sıxıntım var. Onun üçün bir fədakarlıq etmək istəyirəm. Allahım, mənə məsələn bu problemimin həlli üçün yardım elə. Və insan əslində burada şərt qoymur. Şərt qoyan tərəf deyil insan. Əslində, bu yalvarmaqdır. Əslində bir yalvarış formasıdır. Elədir. Əslində bir könül körpüsüdür. Bəlkə bir təslimiyyətin açıq göstəricisidir, belə sayılmalıdır. Təbii ki, insan təslim Qulun olduğu acizliyinin göstəricisidir. İnsan aciz olduğu üçün gəlir o qapıya. O Quran-ı Kərimdə bir surədə... Gör ağam müəllim, aciz olmasa nələr edər insan? Bəli, insan deyir, əşrəflisi də insandır, unutqanı da insandır. Allah Teala insana ciddi potensial nəsib eləyib və yer üzünə xəlifə olaraq. Bəli, insanda bir nəfis deyilən bir varlıq var ki, o kiçik firon deyirik, insanın içərisindəki o kiçik firon. Hər kəsdə var mı ağam? Hər kəsdə var. Hər kəsdə var. Bunun zərərsizləşdirməsi? Əslində, Quran bizə onu zərərsizləşdirməkdən daha ziyadə dost olmağa dəvət edir. Daxilimizdə bir düşman kimi bir varlıq var və Quran onun təskiyəsindən, tərbiyəsindən danışır, yönətməsindən danışır. Onu deyir ki, sən innə nəfsəllə əmmarətü bis-su, yəni insanı o daxili dünyasından bizi günaha, harama, yalana, fitnələrə, çirkinliyə dəvət edən bir güc, bir potensialdır. Və Rəbbimiz bizə deyir ki, sən onu yönət daha ləvvamə mərtəbəsinə, mutmainnə mərtəbəsinə, radiyyə mərtəbəsinə, mardiyyə mərtəbəsinə, safiyyə mərtəbəsinə qədər sən onu qaldıra bilərsən. Yəni, insan daxili dünyasına qarşı, nəfsinə qarşı mübarizə apardıqca o böyük cihadı yerinə yetirmiş olur. Ən böyük cihad da nəfsani istəklərinə qarşı. Bəli, düşünün, yəni insan gerçəkdən Allahın Rəsulü aleyhissalatü vesselam söyləyir bunu. Bu sıradan bir ifadə deyil. Belədir. O kainat məktəbinin böyük müəlliminin ifadəsidir ki, əslində insanın bütün fəlakətlərinin başlanğıcı içərisindəki nəfsinə tabi olmaqdır.